həmdəni övrət verdik, lütf elədik, onlara cənnət verdik, cənnət içrə hər cürə nemət verdik. Söylə, söylə ki, Adəm də uyub iblisə bir səhv elədi, əhdini pozdu, özü nimət verədi, amma yenə Rəbbi onu əhv elədi, dəyişdi o cənnəti bir buğdaya, ona görə cənnətdən indi dünyaya, bəşər də yerdə başladı inşaya. De ki, Nuh əleyhissalamı da biz öyrətmişdik, ümməti qorxud deyə vəhiy ilə nida etmişdik, duymayınca o tayfadan imanı gizlətmişdik, Nuh halal edəndə soxu dadına biz yetmişdik, qövmini dəryada qərq edib onu yüksəltmişdik. Ya Əhməd de ki, Rəbbini duymayan qövmü bu cür xar edərik, tövbə edənləri seçib və özümüzə yar edərik, özümüzə yar bilənləri ucaldarıq, var edərik, biz ki kimi var edərik, özümüzə oxşar edərik. Ya Əhməd, Ya Əhməd, Həzrəti İbrahimi də yad eləsən, biz ona əmr etmişdik, bütləri sındırmaq üçün, bir dənə büt saxlamışdı xəlqi oyandırmaq üçün ki, bu büt qırıbdı digər bütləri, ondan soruşun, hə nə oldu bəs eşitmiyirmi büt sizi, danışın, hə ona səcdə elədiz, ruzini daşdan dilədiz, sizi dolandırmaq üçün, nədən danışmır sizə indi haqq qazandırmaq üçün, bu şeytanın hiləsidir sizi utandırmaq üçün, məni sizə göndərib Xuda zülmü dayandırmaq üçün, kimdir Xuda, kimdir əsl Rəbbi inandırmaq üçün, yenə inanmadı ümməti, eşitmədi həqiqəti, atdı o qövmü həzrəti, odlara yandırmaq üçün. Ya Muhammed o həzrətin artırdıq kəmalını, İbrahim əleyhissalamın beləcək misalını, o Allaha tapşırdı onlar içrə bu halını, o bizlərə etdi dua, biz də şəfaət eylədik, biz odu sərin, onu da odda səlamət eylədik, qövmü ayılsın deyə odlarda əlamət eylədik, bununla da höccəti möcüzlə kifayət eylədik, biz sınadıq İbrahimi eşqidə hər mənada, tərk et dedik İsmaili Həcərxanın səhrada, şeytan dedi kim tək qoyar öz zövcəsin övladını, İbrahim isə gözlədi öz Rəbbinin imdadını, Rəbbi də zəmzəm suyunu ucaltdı səhralıqda, Peyğəmbərin ailəsini yaşatdı səhralıqda. And olsun ya Muhammed Allah'ın bir adına, onu yenə eylədik sınaq, əhdini saldıq yadına, bizdən övlad istəmişdi, sonra onu qurban demişdi, dolan zaman vaxtı məqam etməliydi, əhdi tamam, oğlu İsmailə çəkdi tusağı, Bismillah, tusağı kəsmədi, dedi əlhəmdülillah, ərşidən bir dənə qoç endirdik, onu lütfümüzlə sevindirdik ki, var göylərdə səfa, əhdə edənlərə vəfa, əsla eyləməli cəfa. De ki, ey Muhammed ümmətə təvəkkül eləyin, hər şeyi məndən diləyin, yerin göyün Rəbbi mənəm, nə məkanım var ölənəm, nə cisməm, nə də bədənəm, mən hər şeyin əvvəliyəm, yəni hər şeyi bilənəm, axırların axırıyam, yəni hər şeyi görənəm, tövbəni qəbul edənəm, çünki bəndəmi sevənəm. Nə cür ki Yunisi nəhəng balığın qarnından çıxartdılan dərindən, Yusif əleyhissalamı qorudu zindanda Züleyxanın şəhərindən, cinləri, küləkləri Süleymana ram elədik, Musaya da kitab Furqanı ənam elədik, Fironun zehirbazlarına bəla göndərdik, Musanın əsasını əjdəhaya döndərdik, biz onlara Rəbbinin möcüzəsini göstərdik, zülm eyləməyin deyə
Məkəyə dönə-dönə çox tapşırdıq. İman gətirmədilər, göydən alov yağdırdıq. Firon izləyib sıxanda Musanın ümməti ilə dəniz ayrıldı ortadan ilahi qüdrəti ilə. Musanın qövmünü oradan da biz salamat keçirtdik. Firon son anda tövbə edəndə palçıq su içirtdik. Necə də gör pisdir kafirlərin aqibəti, hələ bundan da betər olacaqdır ahirəti. Ya Əhməd, ya Muhammed de ki İsa atasız doğuldu bir fərmanıma. Cəbrail öz nurundan üfürdü Məryəm xanıma. Biz İncili anlatdıq o Həzrətin dili ilə, ölənləri də diriltdik İsa'nın əli ilə. Dedi ki öyüd olsun bu cəmaətə, bu böyük işarə idi qiyamətə. Yenə də məhəl qoymadılar onlar əlamətə. Əfsus, kaş ki görəydin onlar necə də yalvaracaq məhşərdə. Köməklərinə çatan olmayacaq ol yerdə. Ya Muhammed, bu da sonuncu həcc ziyarətin. Hansın bir yerə yığ səhabənin cəmaətin. Sənə nazil etdiyimizi söylə bilsin ümmətin. De kimdir canişinin, de əlinin imamətin. Bunları söyləməsən tamam deyil risalətin. De əhli beytimi Qur'anı əmanət qoyuram. Həzrət Əlini sizə həqqi vilayət qoyuram. Çün əlavətdə, ibadətdə, şücayətdə, məhalətdə, səxavətdə, qirayətdə, bəlavətdə, əmanətdə əvəzsizdir o bir nuri təcəlladır Əli. Danışan burandı mənalara mənadır Əli. Mən kimin mövlasıyam, ol kəsəm övladır Əli. Mənim seçimim deyil, hüccəti tavadır Əli. Allahın şiiridir, həm elmi də dəryadır Əli. İslamın banisidir, İslama bərbadır Əli. Möminlərin əmiri, sahibi üqbadır Əli. Möminlərin əmiri, sahibi üqbadır Əli. Mənim seçimim deyil, hüccəti tavadır Əli. Allahın şiiridir, həm elmi də dəryadır Əli. İslamın banisidir, İslama bərbadır Əli. Möminlərin əmiri, sahibi üqbadır Əli. Mən kimin mövlasıyam, ol kəsəm övladır Əli. Mən kimin mövlasıyam, ol kəsəm övladır Əli. Mən kimin mövlasıyam, ol kəsəm övladır